İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən təqdimatda paytaxtımızın elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin mətbuat təmsilçiləri iştirak edirdi. Verilişin ssenari müəllifi, araşdırmacı publisist Mələk Vəlizadə TV1 kanalında ərsəyə gətirdiyi Sirlər Diyarında verilişinin Sufi Əbu Said Abdal Bakuvinin ömür yoluna həsr edilmiş buraxılışı haqqında məlumat verdi. Tarix elmləri doktoru Vəfa Quliyeva verilişin tarixi aspektlərinə nəzər salaraq fikir tariximizdə dərviş təriqətlərinin özünə məxsus rolundan danışdı. TV1 kanalının təsisçisi, əməkdar jurnalist Faiq Hüsiyev tariximizlə bağlı hər bir tədqiqatın maraq doğurduğunu, Bakının və bütövlükdə Azərbaycanın açılmamış sirlər diyarı olması barədə fikirlərini bölüşdü. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Professor Maya Qafarova qədim yurt yerimiz olan İrəvanın ötən əsrlərdəki mədəni mühitindən və unudulmaqda olan xalq mahnılarımıza verdikləri ikinci nəfəsdən danışdı. Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən İrəvan Xalq Çalğı Alətləri Ansamblının ifası iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılandı. Tədbirin sonunda tanınmış politoloq, tarixşünas Maysey Becker, dünyanın tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda bütün dinlərin və konfessiyaların birgə yaşayış fəlsəfəsinə uyğun mövcudluğunun bir nümunə olduğunu vurğuladı. Səlimxanovlar nəslinin nümayəndəsi, Professor Tələt Mehdiyev isə ailəsi adından verilişin yaradıcı heyətinə və qonaqlara təşəkkür etdi. Xatırladaq ki, TV1 kanalında yayımlanan Sirlər Diyarında verilişi Respublikamızın hələ də tam şəkildə tədqiq edilməmiş tarixi mistik məkanları haqda tamaşaçılara məlumat verir. İndiyədək bu qəbildən olan 2 veriliş efir üzü görüb. Leyla Şirinova, Oqtay Rəhmağoğlu, Mətanət Əliyeva, TV1.